Deməli, ən çox 50'li 60'lı yaşlarında rast gəlinən bir haldır. Bir çox insanlar var ki, görürəm, şükür Allaha, pullar da var, mallar da var, hər şey də var, amma yenə də hər gün səhər axşam işləyirlər. Deyirəm ki, bir ikisinə demişəm, deyirəm ki, maşallah olsun, hər şeyin var da, yəni bu qədər özünü niyə vəziyyətə salırsan, niyə özünü həlak edirsən bu işə görə? Heç olmasa həftədə bircə gün özünə istirahət vaxtları da. Deyir və uşaqlarımın gələcəyi, uşaqlarıma da yetəcək də pul. Deyir nəvələrimin gələcəyi, ki, sənin nə nəvən qutarar, nə nəvəmin problemi, nə uşağımın problemi qutarar. Qutaracaq olan bir dənə sənin həyatındır, sənin ömründür. Gedir, zaman gedir. Daha bir 10 ildən sonra, 15 ildən sonra Allah eləməsin, Allah gecindən versin. Başqa bir iş gəldi, malın mülkün qalacaq, yiyənməmiş gedəsən. Belə deyirlər ki, yemədi getdi. Özünüzə vaxt ayırın. Elə bil ki, sən bir yol gedirsən, 2 litr su sənə bəs eləyir da. Yəni 2 litr su ilə get o yolu. Bir də var ki, 20 litr kürəvə yükləyibsən həmin suyu, yenə də o yolu zorla gedirsən. Qalanı artıq daxı, nəyə lazımdır? Canıva yazğın gəlsin, özünə vaxt ayır ay insan.